Tövbə surəsinin 60-cı ayəsinə görə sədəqə yoxsullara, miskinlərə, muzd və zəhmət haqqı məqsədi ilə zəkat yığanlara, muəlləfətu qulubuhum hesab edilənlərə, yəni təşviq və yardım məqsədi ilə kimlərinsə qəlblərini İslama qarşı isti və hərarətli etmək üçün, qulları azad etməyə, borc altında qalan və ödəməkdə çətinlik çəkənlərə, Allah yolunda sərf etməyə, yəni ilahi məqsədlərin inkişafı və güclənməsinə, bir də yolda qalanlara düşür. Sədəqə təkcə küçədəki dilənçilərə 20-30 qəpik vermək deyil. Bunun mənası daha dərindir, daha aktualdır. Qurana görə sədəqənin 2 qırmızı xətti var. 1. Sədəqə riyakarlıq və özünü nümayiş üçün verilməməlidir, yoxsa elə əvvəlcədən batil hesab olunur. 2. Sədəqədən sonra minnət və əziyyət olmamalıdır. Bunun heç bir dəyəri və savabı da yoxdur. Qurana görə sədəqə verərkən 2 üsluba riayət edə bilərsiniz. 1. Gizli sədəqə. Bu həm insanı